Binəyi qədimdən qadınların niyə depressiyaya daha çox meyilli olduğunu bilməsək də bu gerçəklə barışmışıq. Bunun səbəblərini isə alimlər araşdırıb. Eyni zamanda tənha insanların xərçəngdən ölmə riski daha çoxdur. Bunu da alimlər elmi tədqiqatla sübut ediblər. Və bu digər xəbərləri dinləmək üçün sona qədər bizə baxmağınızı qeyd eləməyimə ehtiyac yoxdur məncə. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Təsəvvür eləyin ki, işləyirsiniz və bu zaman beyniniz daimi izlənir. İçərisində nə baş verir? Qorxumu, sevincmi, həyəcanmı? Əlbəttə, bunun bir çox müsbət tərəfləri var, çünki alimlər insanlar iş prosesində nə hisslər keçirdirlər, bunu çox dəqiqliklə araşdıra biləcəklər. Amma ortaya başqa bir məsələ çıxır. İnsanın özəl, şəxsi düşüncələri necə olacaq? Bunlar hüquqi cəhətdən necə tənzimlənəcək? Maraqlı xəbərdir, birlikdə baxaq. İş yerində beyin fəaliyyəti izləniləcək. Müasir dövrdə neyroelm və texnologiyaların birləşməsi ilə formalaşan neyroergonomika sahəsi insanların iş şəraitində beyin fəaliyyətini öyrənməklə məhsuldarlıq və təhlükəsizliyi artırmağa yönəlib. Artıq laboratoriya şəraitinə ehtiyac olmadan daşına bilən cihazlar, elektroensefalografiya və funksional yaxın infraqırmızı spektroskopiya vasitəsilə beyin aktivliyini real vaxtda izləmək mümkündür. Bu texnologiyalar işçilərin yorğunluğunu vaxtında aşkar etməyə, təlim proseslərini optimallaşdırmağa və zehni funksiyaları inkişaf etdirməyə kömək eləyir. Bundan əlavə transkranial elektrik və ya maqnit stimulyasiyası kimi neyromodulyasiya üsulları insan beyninin fəaliyyətini birbaşa gücləndirərək mürəkkəb vəzifələrin öhdəsindən daha yaxşı gəlməyə şərait yaradır. Lakin bu imkanlarla yanaşı ciddi etik məsələlər də ortaya çıxır. Şəxsi məlumatların qorunması, işə götürənlərin bu məlumatlara çıxış hüququ və fərqliliyə görə ayrı seçkiliyin qarşısının alması kimi problemlər diqqət tələb edir. Bu səbəbdən neyrotexnologiyaların tətbiqində mütəxəssislər, hüquqşünaslar və əməkdaşlarla birgə iştirakı vacibdir. Məqsəd texnologiyaların insanlara xidmət etdiyi, təhlükəsiz və ədalətli iş mühitinin təmin olunmasıdır deyə istehsalçılar vurğulayır. Daha bir tədqiqatı diqqətinizə çatdırırıq. Alimlər geniş bir tədqiqatdan sonra belə bir qənaətə gəliblər ki, tənha insanlar xərçəngə daha tez tutulur və eyni zamanda onlar özlərinə baxmır, vaxtında həkimin dediklərinə nəzarət etmir deyə ölüm riskləri də daha çoxdur. BMJ Oncology jurnalında dərc olunan yeni araşdırma göstərib ki, tənhalıq və sosial təcrid xərçəngdən ölüm riskini əhəmiyyətli dərəcədə artırır. 1,6 milyon insanın məlumatları əsasında aparılan meta-analizə görə özünü tənha hiss edən xəstələrdə ümumi ölüm riski 34%, xərçəngdən ölüm ehtimalı isə 11% daha yüksək olub. Alimlər hesab edir ki, bu əlaqə yalnız psixoloji deyil, həm də bioloji mexanizmlərlə bağlı ola bilər. Uzun müddətli stress immun sistemini zəiflədir, orqanizmdə iltihab proseslərini gücləndirir və bədxassəli hüceyrələrini çoxaldır. Mütəxəssislər bildirir ki, tənha insanlar çox vaxt müalicəyə gec müraciət eləyir. Həkim göstərişlərinə az əməl eləyir və sosial dəstək çatışmazlığı səbəbindən xəstəliyi daha ağır keçirir. Araşdırma müəllifləri xəbərdarlıq edir ki, xərçənglə mübarizə üçün yalnız dərman və əməliyyatlar deyil, psixososial dəstək və sosial əlaqələrin gücləndirilməsi də həyati əhəmiyyət daşıyır. Qadınların inciməyə, ağlamağa meyilliliyi haqqında hamımız bilirik, amma alimlər bu dəfə sübut eləməyə çalışıb ki, depressiyaya qadınlar daha çox düşür. Sübut eləmə əsnasında da bəs bu nəyə görə olur? Hansı fizioloji proseslərlə bağlıdır? Sualın cavabını sizcə tapıblar? Bəli, tapıblar. Birlikdə baxaq, görək qadınlar niyə küsməyə, depressiyaya daha çox meyillidirlər? Qadınlar depressiyaya niyə daha çox meyillidir? Qadınların kişilərlə müqayisədə 2 dəfə daha çox depressiyaya düşdüyü artıq elmi cəhətdən sübut edilib. Əvvəllər bu fərq daha çox stress, çoxsaylı gündəlik öhdəliklər və yüksək narahatlıq səviyyəsi ilə izah olunub. Lakin son araşdırmalar genetik amillərin də ciddi rol oynadığını göstərir. Avstraliyadakı Queensland Tibb Araşdırmalar İnstitutunun beynəlxalq alimlər qrupu tərəfindən Nature jurnalında dərc edilən geniş miqyaslı araşdırma göstərib ki,
qadınlar depressiyaya genetik olaraq daha həssasdır. Onların orqanizmi kişilərlə müqayisədə 2 dəfə çox genetik risk daşıyır. Tədqiqatda həm depressiya keçirmiş, həm də sağlam yarım milyona yaxın insanın DNT-si analiz olunub. Nəticədə depressiya ilə əlaqəli ümumilikdə 7000 genetik dəyişiklik hər iki cinsdə aşkar edilib. Lakin yalnız qadınlara məxsus əlavə 6000 unikal risk faktoru da tapılıb. Bu da qadınlarda ümumi genetik risk göstəricisini 13000-ə çatdırır. Alimlər qeyd edir ki, qadınlarda bu genlər metabolizmlə daha sıx əlaqəlidir. Bu isə depressiya zamanı çəki və enerji səviyyəsindəki dəyişiklikləri izah eləyir. Bütün dünyada pəhriz saxlayanlar 3 hissəyə bölünür. Bir qismi az karbohidratlı qidalardan istifadə edir, bir qismi intervallı aclıqdan, digərləri isə vegan olmağı seçir. Bəs bunlardan hansı insan sağlamlığı və çəki atması üçün faydalı olandır? Üstəlik bu azmış kimi alimlər məhz diabet xəstələri bu pəhrizlərdən hansını istifadə eləsə, onun üçün daha yaxşı olar. Ümumiyyətlə bütün diyetaların müsbət və mənfi cəhətlərini də bizim üçün araşdırıb hazırlayıblar. Biz də təbii ki, sizə təqdim edirik. Diabet üçün hansı pəhriz seçimi daha doğrudur? Almaniya Diaqnostika Mərkəzi hansı pəhrizin tip 2 diabet xəstələrinə qan şəkərinin nəzarətinə, çəki azalmasına və insulin həssaslığının artmasına kömək edə biləcəyi tədqiq edilib. Araşdırma Almaniyanın rəsmi saytında dərc olunub. İnterval aclıq müəyyən saatlarda qidalanmanı məhdudlaşdırır. Tip 2 diabet xəstələrində bu HbA1c səviyyəsinin azalmasına, çəkinin kəskin itməsinə və insulin həssaslığının yaxşılaşmasına səbəb olur. Az karbohidratlı pəhrizdə karbohidratlar minimuma endirilir. Bu da qan şəkərinin stabilləşməsinə, çəkidə azalmasına və enerji üçün yağların istifadəsinin artmasına imkan yaradır. Lakin yüksək heyvani yağ və zülal qəbulu ürək-damar xəstəlikləri riskini yüksəldir. Vegan pəhrizində isə tərəvəz, meyvə, taxıllar və paxlallar üstünlük təşkil edir. Tip 2 diabetdə çəkini azaltmağa, qan şəkərini və lipidləri normallaşdırmağa kömək edir. Lakin bu pəhrizdə B12 vitamini, D vitamini, dəmir, kalsium və omega-3 çatışmazlığı riski artır. Buna görə düzgün planlaşdırma vacibdir. Mütəxəssislər bildirirlər ki, heç bir pəhriz hər kəs üçün sağlam olan deyil. Hər bir xəstə üçün pəhriz seçimi onun xəstəlik tipi, dərman qəbulu, həyat tərzi və digər sağlamlıq göstəricilərinə uyğun olmalı, həkim nəzarəti ilə aparılmalıdır. Ölkəmizdə yeni innovativ texnologiyaların istifadəsi hər zaman sevindirici xəbərdir. Onlardan daha birini diqqətinizə təqdim edirik. Qan təhlükəsizliyində NAT texnologiyası tətbiq edilir. Donor qanının təhlükəsizliyinin təmin edilməsi insan immun çatışmazlığı virusu, hepatit B və C viruslarının erkən mərhələdə aşkarlanması üçün Səhiyyə Nazirliyi Respublika Qan Bankından nuklein turşusu testi texnologiyasının tətbiqinə başlanılıb. Bunu Səhiyyə Nazirliyi Respublika Qan Bankının donor qanı və onun komponentlərinin təhlükəsizliyinin təmin edilməsi şöbəsinin müdiri Növrəstə Hacılı Səhiyyə Nazirliyinin rəsmi Instagram səhifəsində keçirilən canlı yayımda verdiyi müsahibədə deyib. Nuklein turşusu testi müasir transfuzion təbabətdə qan və onun komponentlərinin təhlükəsizliyini təmin edən ən yüksək səviyyəli diaqnostik metodlardan biridir və Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qan təhlükəsizliyi üçün qızıl standart kimi qəbul edilib deyə şöbə müdiri bildirib. Növrəstə Hacılı qeyd edib ki, Səhiyyə Nazirliyinin Respublika Qan Bankında nuklein turşusu testi texnologiyasının tətbiqinə başlanılması Azərbaycan transfuzion təbabətində dönüş nöqtəsi hesab edilir. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tip xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.